Bəzi səhifələrdən qeydiyyatdan keçərkən telefon nömrəsi və yaxud e-mail ünvanı tələb edir bizdən. Biz də təbii ki, öz telefon nömrəmizi və e-mail ünvanımızı vermək istəmirik. Bunun bir çözümü var. Burada biz bir səhifə açacağıq Google'da. O səhifəni biz online SMS box, məsələn, az da yaza bilərik, tu da yaza bilərik, məsələn, Türkiyə üçün asılı tutaq ki. Müvəqqəti bir dəfəlik pulsuz olaraq yeni müvəqqəti telefon nömrəsindən online SMS alın və belə bir səhifə açılacaq. Deməli, burada prinsip necə işləyir? Nömrə əvəzinə virtual bulud olacaq. Tamamilə çətinlik çəkmədən istədiyimiz var, yəni online SMS əldə edə bilərik. Baxın, bu səhifədə artıq telefon nömrələri var, müvəqqəti telefon nömrələri var. Bunlar uzağı 24 saat burada qalır və sonradan götürülür. Deməli, tutaq ki, hər hansı bir nömrəni yerləşdiririk. Mesela Gürcistan nömrəsini. Baxın, belə bir səhifə açıldı. 2 dəqiqə əvvəl, məsələn, görürsünüz, bu nömrədən SMS qəbul olunub. 6 dəqiqə əvvəl. Yəni, bu nömrənin hər hansı birini yazıb, oraya gələn SMS-i biz oraya yerləşdiririk və bizdən hansı səhifədən ki tələb edirik, həmin səhifəyə biz həmin bu nömrəni daxil edirik və oraya gələn SMS-i də biz buradan yazırıq. Belə çox sadə. Məsələn, baxın, 1 saniyə əvvəl qəbul edildi 218 mesaj. Yəni, bu nömrələr 24 saatdan sonra etibarlılığı itirəcək, bunu görsənməyəcək. Yox, əgər bizdən e-mail ünvanı soruşursa, əgər artıq biz bura temp mail.org yazırıq və bizə bu dəfə keçici bir müvəqqəti olaraq bir e-mail ünvanı verir və eyni qayda ilə biz həmin e-maili buraya yazırıq və yəni gələn SMS-i istifadə edə bilirik müvəqqəti olaraq. Bu qədər maraqlı oldusa dostlarınızla paylaşın.